Dəfələrlə qeyd eləmişik ki, dünya həyatında insanların sıxıntı və çətinliklərlə qarşılaşması çox təbiidir. Həyatın ən ibtidai qanunudur. Biz bu dünyada yaşayırıq və heç zaman ola bilməz ki, hər şey bizim ürəyimiz istəyən kimi olsun. Bu mümkünsüz bir şeydir. Çətinliklər qaçılmazdır, amma çətinliklərin müxtəlif qaynaqları ola bilər. Çətinliklərin müxtəlif səbəbləri ola bilər. Bəzi çətinliklər var ki, biz özümüz yaratmışıq, öz əməllərimizin nəticəsidir. Günahlarımızın, xətalarımızın nəticəsidir. O çətinliklər istiğfarla düzəlir, yəni insan çox tövbə eləsin, əstəğfirullah desin. İstiğfar bəzi çətinlikləri bizdən uzaqlaşdırır. Çünki o çətinliklər bizim günahlarımızın, xətalarımızın nəticəsidir. İstiğfar etməklə, əstəğfirullah deməklə, tövbə etməklə o çətinliklər həll olar inşallah. Onların qaynağı həmin o günahlardır. Bəzi sıxıntılar var, əslində sıxıntı deyil. Bizim daxilimizdən qaynaqlanır. Nöqsanlarımızdan qaynaqlanır. Bəzən biz öz daxili nöqsanlarımız səbəbindən müəyyən sıxıntılara düşürük. Məsələn, görürsən bir nəfər narahatdır. Soruşursan, niyə narahatsan? Ya sənə deyir, ya demir, amma narahatçılığın səbəbi budur ki, məsələn, mənə filan kəs diqqət eləmədi, lazımı diqqəti göstərmədi. Mənə lazımı hörməti göstərmədilər. Amma baxsan, görərsən ki, öz daxilini islah eləsə, məlum olar ki, bu narahatçılığa dəyməyən məsələdir. Buna görə adam narahat olmağına dəyməz. Heç kəsə bu dünya lazım olduğu dəyəri verməyib. Heç kimə. Peyğəmbərlər başda olmaqla. Heç kəsi bu narahat eləməyib ki, böyük insanları mənə lazımı dəyəri vermədilər. Kimə dəyər verib ki dünya? Bu dünya vəfasız dünyadır. Bunun xüsusiyyəti budur. Kimsə sənə dəyər verirsə, özü qazanır. Özünün xeyrinədir. Sən nə işvə qalıb, sənə nə qədər dəyər verirlər ya vermirlər. Və yaxud da görürsən, bəzi adamların sıxıntısı var. Niyə görə? Paxıllığına görə. Paxıl adam sıxıntıda olur həmişə. Soruşasan, ay bəla, nə olub sənə? Niyə qanın qaradır? Niyə problemdəsən, bəladasan, dərddəsən? Heç nə. Məsələn, filan kəsin vəziyyəti yaxşıdır. Qəribədir bu. Kiminsə vəziyyəti yaxşıdır, bu narahat olur. Bəs niyə sənin narahatçılığın aradan geçsin? Allah onu kaş öldürərdi, mən rahat olum. Onda sənin hər gün bir narahatçılığın aradan getməsi üçün Allah gərək bir adamı öldürsün. Belə iş olmaz. Sən get, öz daxilində məsələni həll elə ki, buna ümumiyyətlə narahat olmayasan. Bu narahatçılıq daxili naqisliyin nəticəsidir. Bəzi problemlər var, problem deyil. Elə zənn edirik ki, problemdir. Daxili xəstəliklərimizin nəticəsidir. Daxili xəstəliklərimizdən qaynaqlanır. Bəziləri də dedik, günahların nəticəsidir. İstiğfarla, tövbə ilə aradan gedir. Qalır o problemlər ki, dünyanın zatından qaynaqlanır. Dünyanın zati xüsusiyyətidir. O problemləri razılıqla qəbul eləyək, təbəssümlə qəbul eləyək və başlayaq həll eləməyə problemləri. Dua eləyək, həll eləyək, çalışaq həll eləməyə. Həll olsa da razı olaq, olmasa da razı olaq. Razılığın mənası budur. Razı olmağın mənası bu deyil, problemlərə təslim olub, onları həll eləməyə çalışmayasan. Evin divarı uçursa, dur onu təmir elə. Hansısa bir problemlə qarşılaşmışsan, əvvəl razı ol, dodağında təbəssüm olsun, denən elə dünyanın qaydası belədir, dünya dağılmayıb, belə gəlib, belə gedəcək, durum həll eləyim, Allahdan da kömək istəyim. İki nəticə olacaq, ya problem həll olacaq, razısan, ya olmayacaq, yenə də razı qal. Razılıq budur.
Bunu da mən qeyd edeyim ki, bəzi çətinliklər var ki, onlardan biz razı olmamalıyıq. Çünki Allah da razı deyil. Onlardan razı olmamalıyıq. Məsələn, düşmənlərin yaratdığı problemlər. Bəzi din düşmənləri müsəlmanlara zülm eləyir, torpaqlarını işğal eləyir, məzhəb davaları salır. Bunun nəticəsində səfalət, yoxsulluq, əmniyyətsizlik nəticələri hamısı. Buna razı olmağımız düz deyil. Deyək, məsələn, mən razıyam Allahın qədərinə, torpağımız işğal olunub, buna razıyam. Buna razı olmaq, Allah da razı deyil. Torpaq işğal olunubsa, çalışıb onu azad eləmək lazımdır. İşğaldan azad eləmək lazımdır. Buna razı olmamalıdır. Şəxsi həyatda da belədir. Biri gəlir sənin izzəti əlindən alır, qorumalısan izzəti. Deməməlisən ki, razıyam buna. Bunda Allahın rızayəti yoxdur. Bəzi sıxıntılar var ki, onlar nə dua ilə, nə çalışmaqla həll olunmur. Bu mənim, belə deyək, qismətimdir artıq. Bundan barışmalıyam, razılıqla qəbul eləməliyəm. Bir nəfər gəldi İmam Cəfər Sadiq əleyhissalamın yanına, əli çirk eləmişdi, xəstəliyi var idi, mənim xəstəliyi nə idi? Dedi ki, bax, mənim vəziyyətim belədir, dua eləyim, mən sağalım. İmam dedi ki, birdən Allah səni belə vəziyyətdə görmək istəyirsə, Allah istəyir ki, sən bu dərdlə yaşayasan, onda necə? Dedi, o zaman mən razı. Elə bil bu sözdən ürəyinə nur gəldi, dedi, razıyam. Və ondan sonra imamın yanından çıxandan sonra kim yanına gəlir, deyirdi, bu mənə Allahın hədiyyəsidir. Allah məni bu xəstəliklə görmək istəyir. Bəzi məsələlər var ki, imam da dua eləsə düzəlmir. Allahın təqdiridir. İmamlar çox dua eləyib, çox adamın müşkülə həll olunub. Bir hədis var, bunu özdə Əhl-i Beyt tərəfdarı olan bir adam nəql eləməyib. Bir başqa adam danışıb. Bəzən də indi elə bir zamana çatmışıq ki, imamlardan kəramət danışanda da adam çəkinir, deyirlər, şişirdirsiniz. Amma valla bizim etiqadımız budur ki, necə Allah peyğəmbərlərə möcüzə verib, imamların da kəramətləri olub. Bu bizim etiqadımızın tərkib hissəsidir. Heç imam demirəm, bugün ola bilər ki, bir insan Allaha yaxınlıq səbəbindən müəyyən kəramət sahibi olsun. Bunu biz dünənəcən qəbul eləmişik. İndi gəliblər, hər şeyi şübhə altına alırlar. Düzdür, əqidəni, fikri təftiş eləmək yaxşıdır. Amma yersiz şübhələr ortaya atmaq, bu ancaq başqa məqsədlərə xidmət eləyir. Bir qadındır, inəyi ölüb, oturub ağlayır. İmam Sadiq əleyhissalam keçir yanından, görür ki, ağlayır, yaşlı adamdır. Deyir, niyə ağlayırsan? Deyir, heç bir dənə varım dövlətim bu idi, bunun südü ilə yaşayırdım, indi öldü bu. İmam buna təsəlli vermək istəyir, görür, heç İmam Sadiqi tanımır o adam, bilmir kimdir. Təsəlli vermək istəyir, deyir, görür ki, heç fikir vermir. Yəni, mən öz dərdim deyən, təsəlliyə ehtiyac yoxdur. İmam deyir ki, birdən bu İnək dirilsə, ondan narahat olmayacaqsan ki. Deyir ki, sən deyəsən, mən ələ salmısan, qoy mən dərdimi çəkim, yolu get, İmam Sadiq əleyhissalama deyir. Orada imam kəramət göstərir, o heyvan dirilir. O adam da ki, Əhl-i Beytin məktəbini qəbul eləməyən bir insandır bunu danışan, tarixdə da adı var. Deyir, gördüm ki, imam tez girdi cəmaatın arasına etdi, bu qadın özünə gəldi ki, bu kim idi, belə bir işi gördü. İmam itdi, çıxdı, getdi. Bəzən bax, belə olmayan işlər imamların duası ilə olur. Bəzən bir xəstəlikdir, Allahın təqdiridir. İmam Sadiq əleyhissalam buyurur ki, razısanmı ki, Allah səni belə görsün? Allahın iradəsi budur. Bu, həyatın qaydalarıdır. Bəzən biz nə qədər dua eləyək, nə qədər çalışaq, xeyri yoxdur, alınmayacaq. Bəzi yerlər var, dedik, istiğfarla, tövbə ilə düzələcək. Bəzi problemlər var, xasiyyətimizi dəyişsək, problem olmayacaq bizim üçün artıq. Dünən ona görə narahat idik, bugün artıq narahat deyilik. Çünki özümüz dəyişmişik. Və bəzilərdə var, mütləq qalacaq. Bu xislətin adına razılıq deyilir. O problemlərin qarşısında razı olmaq. Problemləri təbəssümlə qarşılamaq, xoşluqla qarşılamaq. Bu,
bu xislətin, xüsusiyyətin adına razılıq deyilir. Bu razılığın nə qədər dəyəri var? Nə qədər qiymətlidir bu? Mən belə deyərəm ki, Allah bir bəndənin ürəyinə nəzər salanda, onda görmək istədiyi ən müsbət xüsusiyyət qəlbin razılığıdır. Allahın öz bəndəsində görmək istədiyi ən müsbət xüsusiyyət bəndənin Allahdan razı olmasıdır. Bu razılığın bizim həyatımızın müxtəlif sahələrinə təsiri var. Müxtəlif sahələrinə. Bugün icazə versəz bir neçə dəqiqənin içində Allahdan razı olmağın təsirləri haqqında danışım. Dünya və axirət həyatımıza Allahdan razı olmağın təsirləri, müsbət təsirləri. Həm dünyamıza, həm axirətimizə. Əvvəl Allahdan razı olmamağın mənfi nəticələrindən danışmaq istəyirəm. Əli əleyhissalamdan hədisdir. Əşəddun nas əzabən yevməl qiyamə əl-mütəsəxxitu li-qəzaillah. Buyurur ki, qiyamət günü, maraqlıdır da sizə yəqin, ən çox əzab kimə veriləcək? Əli əleyhissalam buyurur ki, qiyamətdə ən çox əzaba düçar olan adam Allahın qəzasına razı olmayanlardır. Şərab içən yox, qumar oynayan yox, yalan danışan yox. Ən böyük əzaba qiyamətdə düçar olan insan Allahın qəzasına razı olmayan insandır. Niyə görə görəsən? Səbəb nədir ki, ən böyük əzaba bu düçar olur? Ona görə ki, bu Allahı ittiham eləyir əslində. Bu Allahı ittiham eləyir. Nədə? Nədə ittiham eləyir? Birinci ittiham, Allah məni sevmir. Allah üçün çox pis ittihamdır. Allah ki, səni yaratmasının yeganə səbəbi səni sevməsidir. Allahın yaratmasının yeganə səbəbi bizi sevməsidir. Yaradılışın səbəbi budur. Allahın saysız, hesabsız neymətlər yetirməsinin yeganə səbəbi bizi sevməsidir. Həmin Allahı səni sevməməkdə ittiham edirsən, ya birbaşa, ya da dolayısıyla düşüncəndə ki, niyə belə eləyir mənə qarşı? Bu niyənin içində ittiham var. Niyə mənim başıma gəlməlidir? Niyə bu belə oldu? Bir var səbəb axtarasan, görəsən niyə, neynəmişəm. Bir də var niyənin içində etiraz olsun. Bu etiraz Allahı ittiham eləməkdir. İkinci ittiham budur ki, insan Allahı onu görməməkdə ittiham eləyir. Hərdən dilinə də gətirirlər. İlahi, sən görmürsən, mənim başıma bu işlər gəlir. Görməməkdə ittiham eləmək. Allah Quranda nə qədər deyir, mən hər şeyə şahidəm. Sizcə bunu niyə deyir? Ki, bizə təsəlli versin. Ki, mənim gözümün qabağındadır. Allah Peyğəmbərinə hətta təsəlli verəndə deyir, mənim rəsulum, narahat olma, mən səni görürəm. Hər şey mənim gözümün qabağındadır. Avam adam olsa deyək ki, sənin görməyimin nə faydası var? Problemi həll elə. Görürsən, görürsən. Amma mərifət sahibi olan insana kifayətdir ki, Allah desin ki, mən səni görürəm. Allah görür. Bizim bir dayağımız olsa həyatda, arxamız, başımıza bir iş gələndə deyir, kaş o bilərdi. Bilsə kifayətdir. Allahın da bilməsi mərifət sahibi üçün kifayətdir. Allah görür. Allah vurğulayır bunu ki, mən sizi görürəm. Görürsə, sevirsə, həll eləmirsə, deməli hikmət var. Sadədir də, sevir məni və görür, xəbərdardır, problemdə qalıb həll olmur. Deməli hikmət var burada. Ona görə razı olursan. Bu kifayət ki, qəmin dağılsın. İmam Hüseyin əleyhissalam 2 dəfə Kərbəlada bu sözü deyib. 2 dəfə, 2 məqamda. Havnun aleyyə ma nəzələ bi ənəhu bi'aynillah. Bir Əl-Yəsxər oxlanan vaxt, bir də Həbib ibn Məzahirin başı üstündə. 2 yerdə bu sözü deyib ki, bu müsibəti mənə asanlaşdıran budur ki, Allahın gözü qarşısındadır. Allah görür, xəbərdardır. Sən məni sevirsən, mənim xeyrimi məndən yaxşı bilirsən, məni görürsən, mən razıyam. Hər nə olursa olsun razıyam. Görün indi razılığın arxasında nə qədər iman gizlənib, ona görə razılıq dəyərdir.
Narahatsansa, narazısansa, deməli Allahı ittiham edirsən. Deməli iman problemidir. Ona görə deyir, ən böyük əzab bunlara verilir. Çünki narazılığın arxasında imansızlıq gizlənir. İmansızlığın da əzabı ən şiddətli əzabdır. Bir adam indi günah elədi, bir məsələn içki içdi, yenəm yalan danışdı, o da cəzasını alacaq, cəzasız qalmayacaq. Amma bu qədər yox. O xəta elədi, şeytan onu azdırdı. Bir də var ki, etiqadında, imanında nöqsan var bir insanın. İntihar niyə bu qədər pis əməldir? İntihar eləyən adamın hədislərin bəzisində mən görmüşəm ki, əbədi əzaba düçar olacaq, intihar edən adam. Bilirsiniz niyə görə? Ona görə ki, Allahdan razı olmayıb, Allahı ittiham eləyib, Allaha böhtan atıb. Bir insan ki, intihara əl atır, deməli, narazılığın zirvəsidir. Odur ki, bu xütbələrdə çalışırıq ki, dünyanı tanıyaq, Allahı tanıyaq, nəzəri cəhətdən tanıyaq. Bu ayələri qulağımıza sırğı eləyək. Təkrar bu ayələri demişik. Artıq bir çoxları yəqin ki, ərəbcəsində əzbərləyib. Ləqəd xələqnəl insanə fi kəbəd. Allah necə səmimi danışır, açıq-aşkar. Analarımız kimi danışmır bizlə. Analarımız deyir ki, inşallah ki, heç bir çətinliyin olmasın. İnşallah 100 yaşa. İnşallah arzuların həyata keçsin. İnşallah yaxşı evin olsun. İnşallah yaxşı maşının olsun. İnşallah övladın olsun. İnşallah xəstələnməyəsən. Allah belə eləmir. Allah bizi anadan da çox sevir, amma reallığı bizə çatdırır. Ləqəd xələqnəl insanə fi kəbəd. Biz insanı çətinlikdə yaratdıq. Yalandan özü alladıb, intizarı artırma bu həyat haqqında. İnnəkə kadihun ilə Rabbikə kədhən fəmülaqih. Rəbbivə doğru çətin yol gedirsən, ey insan. Və bu yolun sonu şərəflidir, sonu Allahla görüşdür. Dəyər o nəticə üçün bu çətinliklərə dözəsən. Nəticəni niyə axırda deyir? İnnəkə kadihun ilə Rabbikə kədhən. Rəbbivə doğru gedirsən, axırın deməklə işi asanlaşdırır, fəmülaqih. O görüşün sevinci, Allahla görüşün sevinci. Bu çətinlikləri asan eləməlidir sənin üçün. Çətinliklər həyatdan silinməyəcək. Çətinliklərə yanaşma onları asanlaşdıracaq. Heç nə hikmətsiz deyil. Görsən, qəzəblidir bir insan. Narazıdır. Pisdir, bax, belə insanlar. O insanlar ki, bütün günü narazıdır, qəzəblidir. Bir alimdən mən eşitmişəm, deyirdi ki, qəzəbli insanın imanı ola bilməz. Qəzəbli insanın imanı ola bilməz. Bir adam bir əsəbi olarsa əgər, onun necə dini ola bilər? Bəzən əsəbləşmək bir vəzifədir boynumuzda. Əsəbləşməyin ədasını çıxartmalıyıq. Vəzifədir ki, əsəbləşək ki, məsələn, kimizə tənbih eləyək. Deyir, ürəyivə yaxın salma, çox ürəyivə salıb əsəbləşdirmə, üzdə özü əsəbi göstər. Dinin qəribə hökmləri, məsələləri var. Bir yeri var ki, sən birinə qaşqabaq göstərməlisən ki, onu tənbih eləyəsən. Amma hər bir şey üçün əsəbləşəsən, özündən çıxasan, qəzəblənəsən, xəstəlik tapasan, narazı yaşayasan, bu imansızlıq əlamətidir. İmanın zəifliyinin əlamətidir. İmam Səccad əleyhissalam öz qulunu çağırır, o vaxt quldarlıq dövrü idi. Bunu da hərdən deyirlər ki, İslam niyə bəs quldarlığı ləğv eləmədi? Cavab da budur ki, İslam istəyir ki, cəmiyyət özü hazır olsun quldarlıq məsələsini həll eləməyə, yəni tarixi təbii proses nəticəsində bu baş versin. İnqilabi şəkildə dəyişiklik mümkünsüz idi. İnsanların düşüncəsiz yetişməli idi. İmamlar da, Peyğəmbər də əsasən qul azad eləməyə təşviq edirdilər sadəcə. Ki, qul azad eləmək filan qədər savabdır, filan qədər ki, bu şəkildə bu məsələ tədricən zamanla həll olunsun. İmamların da, xüsusən İmam Səccadın evində çox olurdu, məlum səbəblərə görə ki, keçmişdə demiş ki, qayıtmaq istəmirəm. Çağırır bir qulamı, deyir, 3 dəfə çağırır, cavab vermir. Öyle otaqdan çıxır, görür, qapının ağzında oturub, nəsə eləyir. Deyir, bəs səni çağırdım, eşitmədim, deyir, eşitdim. Bəs niyə cavab vermədin? Deyir, sizi tanıyıram, rəhmət üzə sığınıram. Bilirəm ki, bir söz deməyəcəksiniz.
Biz neyniyərdik? Deyərdik, sən lap ağın çıxartmısan, sən filan, üz verdikcə aslar istəyirsən, amma İmam Səccad belə eləmir. Şükür səcdəsinə gedir, deyir, ilahi, çox şükür sənə ki, mənim barəmdə bəndələrin gümanı belədir. Bəndələrim məndən pisliyi intizarında deyirlər. Və səni Allah yolunda azad elədim. Allah yolunda azad elədim. Mən deyirəm, bəlkə də elə bu bir növ cəza idi onun üçün. Çünki İmam Səccadın evində qul olmaq əslində qul olmaq demək deyildi. Onu azad eləməsi yumuşaq bir cəza idi bəlkə də. Amma ki, qəribə rəftarı var imamların. Biri yaxşılıq eləyir, azad eləyirlər. Biri pislik eləyir, azad eləyirlər. Bu əqidənin, bu ruhiyyənin sahibidir. Din bizə belə bir həyat tərzi təqdim eləyir. Bir neçə hədis oxumaq istəyirəm bugün. Hər iki xütbədə əvvəlcədən deyim ki, hədislərə bugün bir qədər üstünlük verəcəm ki, o hədislərin özünün imam sözü deyə təsiri var. Hədisdə buyurur ki, Mən ləm yərzi bil qəza dəxələl küfrə dinə. Buyurur, kim Allahın qəzasına razı olmasa, dininə küfür daxil olar. Yəni, kafirliyə tərəf gedər, küfrə aparar. Allahın özünün bir sözü var, mənə çox təsir eləmişdi. Buyurur ki, mən Allaham və bəndəmə bəzi məsələləri müqəddər eləyirəm, təqdir eləyirəm. Bəzi hadisələri başına gətirirəm. Kim buna razı olmasa, geçsin özünə başqa Allah axtarsın. Yəni, mənim bəndəliyimdən çıxmış olur bu. Əli əleyhissalam buyurur ki, İnnəkum in razitum bil qəza tabəl ayşətikum. Buyurur ki, əgər siz Allahın qəzasına razı olsanız, sizin həyatınız xoş olacaq. Həyatınız xoş keçəcək. Başqa hədisdə buyurur ki, ən ağır bəlaları razılıq asanlaşdırır. Bir hədis də oxuyayım sizin üçün. Buyurur, kullu razin müstərih. Buyurur ki, bütün razı olan adamların ömrü istirahətdə keçir. Ömrü istirahətdə keçir. Bir hədis də oxuyayım, bu əleyhissalamdandır. Buyurur, mə dəfəallah subhanahu anil mu'min şeyən min bəla'id dünya və azabil axirə illə birizahu li qəzaih və husnu səbrihi ala bəlaih. Buyurur ki, Allah bir mömindən dünya və axirət bəlasını yalnız o halda uzaqlaşdırır ki, onun təqdirinə razı olsun və bəlalarına səbr eləsin. Razılıq belə bir xüsusiyyətdir ki, dünya həyatını gözəlliyə çevirir. Bəla onsuz da var, bəla onsuz da var. Bəla var, ya səbirsizlik eləyib dərdi artıracaqsan, ürəyin partlayacaq. Ya da ki, səbirlə, razılıqla qarşılayıb, bəlanın çətinliyini azaldacaqsan. Maraqlı yanaşmadır, elə. Bəla var, səbirlə, razılıqla yanaşmaq, bəlanın yükünü azaldır. Amma nə qədər özünü dağıdırsansa bəla zamanı, qəmə, qüssəyə qərq olursansa, bəla yenə həmin bəladır, sıxıntısı daha da artıq olur. Və belə bir qayda təklif eləyir. Problemin dərdini, ağrısını yanaşma ilə azaldıb çoxalda bilir adam. Bir problemi razılıqla qəbul eləyəndə onun dərdi az olur. Bir problemi narazılıqla qəbul eləyəndə sıxıntısı daha da artıq olur. Bu bir. İkinci hədisdən də məlum olur ki, Allah buyurur ki, bəlaların uzaqlaşmağının yeganə yolu budur. Allah bir problem verir, bəla verir. Sən razılıqla qəbul edirsən, ikincini vermir. Bir daha bu məlumdur. Amma narazı olduqca bəlalar daha da artmağa başlayır. Odur ki, bəladan sığortalanmağın yollarından biri də Allahın qəzasına razı olmaqdır. Sözümü yavaş-yavaş yekunlaşdırıram. Bəlalara, çətinliklərə, sıxıntılara razı olmaq üçün əsas nəyi bilməliyik və nəyə inanmalıyıq? Bilməliyik başqa, inanmalıyıq başqa. Buna inanmalıyıq ki, Allah bizi çox sevir. Çox, həddindən artıq çox sevir. Çox pis haldır ki, biz qiyamət günü buna inanaq. Qiyamət günü hamımız inanacaq ki, Allah bizi sevir, onda xəcalət çəkəcək. İnanın, çox xəcalət çəkəcək.
Hər iki halda xəzalət çəkirik. İmam Səccad əleyhissalamın dualarında var ki, ilahi məni bağışlamason bir dərddir. Əzabıva dözə bilmərəm. Bağışlason başqa bir dərddir ki, xəzalətimdən ölürəm. Sən bağışlayırsan, mən xəzalət çəkirəm. Qiyamət günü burada oturan insanların, mən qarışıq, hamımızın əsas xəzalətimiz bu olacaq ki, qiyamətdə biz inanacaq və görəcək ki, Allah bizi nə qədər sevirmiş. Yaxşı olar ki, dünyadaykən buna inanaq. Çox problemlərimiz həll olar. Allah bizi nə qədər çox istəyir, sözlə ifadə eləyə bilmirəm. Allah məni məndən çox istəyir, hamıdan çox istəyir. Bütün məni istəyənlərə Allah öz məhəbbətindən zərrə verib, onlar mənə aşıq olublar. Analar balalarının aşıqıdır. Analar. İkinci misal tapmaq olmur. Ana qədər övladına fədakar, bilmirəm, kimi tapmaq olar. Analar övladı ilə nəfəs alır. Ananı balasına aşıq eləyən Allah öz bəndəsinə, eşqindən zərrəsini anaya verib, ana dəli divanı olub övladının yolunda. Gecə səsinə oyanır, ona xidmət eləyir, təmənnasız zövq alır, ləzzət alır. Kimin kimə məhəbbətini deyirsiniz deyin? Allahın məhəbbətinin bir zərrəsidir verib, insanlar dəli divanı olur bir-biri üçün bəzən. Buna biz iman gətirək ki, bu məhəbbətin qaynağı Allahın özüdür. Görün, nə qədər sonsuz məhəbbəti var bizə. Sən nə qədər narahatsan ki, sənin başına bəla gəlib. Allah sənin özündən daha çox sevir səni. Allah üçün əzizsən, bunu bir dəfəmlik başa düş. İnan, iman gətir. Əl-xəlqu ayali. Allah buyurur ki, xalq mənim ailəmdir. Ailəm. Ailə başçısı evdə uşağımızın qızdırması olanda nə qədər narahatlıq. Zəng eləyirik ki, düşmədi ki qızdırması. Xəstəliyi sağalmadı ki. Narahatıq, bütün günümüz, halımız qarışır bir-birinə. Allah buyurur, xalq mənim ailəmdir. Burada ancaq bir sual qalır ki, yaxşı, ailə öndür, bu qədər sevirsən, vermə də bu bəlanı. Vermə bu bəlanı. Allah bilirsiniz niyə bəla verir? Çünki bəla verməsə biz bədbəxt olacaq. Sıxıntı verməsə biz bədbəxt olacaq. Onun bəlası məhəbbətidir. Məhəbbətindən başqa bir şey deyil. Əgər təkamülə çatmağın sıxıntıdan başqa yolu olsaydı, and olsun Allaha deyirəm, Allah bir dəqiqə bizim narahat olmağımıza razı olmazdı. Bir an. Onun bütün bəlaları, sıxıntıları, dünyanın çətinlikləri hamısı bizim inkişafımız üçün lazımdır. Lazım olmasaydı eləməzdi. Hədis dedim keçən dəfə. Buyurur, cənnətdə hər bir bəndə üçün bir məqam var. İbadəti ilə o məqama çatmalıdır. Allah görəndə ki, ibadəti ilə çata bilmir, bəla verir ki, bəla ilə çatdırsın o məqama. Nəticə nədir? Nəticə sənin harasa çatmağındır. Nəticə məhəbbətin ifadəsidir. Və sonunda bir yol da deyim, bəlaların azalmasının bir yolu yadıma düşdü, bunu da deyim, sözümü bitirim. Bəlaların azalmasının yollarından biri, problemlərin həllinin yollarından biri, bu qaydalar, elə qaydalardır ki, bunları yadda saxlamaq lazımdır. Yəni biz 10 il, 15 il, 20 il oxuyuruq, bu nəticələri çıxarırıq, sizə təqdim edirik. Sizin işiniz bir qədər asanlaşır ki, o kitabların hamısını oxumağa bəzən ehtiyac olmur. Bizim öhdəmizə düşüb. Yaxşı olar, hamı oxusun, mən bunu demişəm, amma hamı oxuya bilmir, oxumur. Biz müəyyən qədər sizin işinizi asanlaşdırırıq. Mənim bu hədislərdən, rəvayətlərdən gəldiyim nəticə budur ki, istəyirsənsə problemlərin azalsın, həll olunsun, başqalarının problemlərini həll eləməyə çalış. Bu qızıl qaydadır. Əlindən gələn qədər cəmaata kömək elə. Nə bərəkətli insanlardır o insanlar ki, başqa insanlara xidmətdə ömürlərini keçirdirlər. Nə gözəl insanlardır. O insanların öz problemlərinin 100 bərabəri həll olunur. İstəyirsən problemlərin azalsın, maddi sıxıntıdan qurtarasan, dinüvə, imanüvə, əqidəvə vəsaitindən ayır. Dinüvə xidmət elə. Mənim həyatda təcrübə elədiyim məsələlərdən biridir. Hədisdə gördüm, 40 yaşa çatmışam, onu həyatımda təcrübə elədim. Hədisdə var, Allah buyurur, kim ömrünü mənim dinimə vəqf eləsə, dünyasını mən qaydasına salaram. Bunu mən öz şəxsən həyatımda görmüşəm. Şəxsən, dəfələrlə görmüşəm.
Bir insan ki düşünür ki mənim vəzifəm dinə xidmət göstərməkdir. O işin dalınca gedir. O birisi də çalışır ki dünyasını düzəltsin. Allah bunun dünyasını daha rahat, daha gözəl şəkildə həll edir. Ona ilə əzab, əziyyət qalır. Nəticə olsa da olmasa da. Az əziyyətlə çox nəticəyə gedir, çatır. Kim başqalarının hacəti üçün çalışsın. Nəyə lazımdır o adam ki, günü keçir, heç kəsə xeyir vermir? Nəyə lazımdır o adamın yaşamağının mənası nədir? Maddi xeyir, elmi xeyir, əxlaqı ilə, ürək-dirək verməsi ilə, bir təbəssümlə bir adama xidmət eləmir. Qaşqabaqlı gəzir, öz problemləri ilə məşğuldur, səhərdən axşama qədər. Niyə yaşayır o adam? Hayf da hava israf olur ki, ondan nəfəs alır. O insan ki, heç kəs ondan xeyir dəymir. Heç kəsin qəmi, qüssəsi ürəyində yoxdur. Heç bir şeyə bundan fayda yoxdur. Ancaq özü üçün yaşayır, öz dar çevrəsi üçün yaşayır. İstəyirsənsə problemlərin həll olsun, dərdin az olsun, başqalarının problemlərinə vicdanı olma. Əlindən nə gəlir kömək elə. Gecə yarısı bizim dinimiz belə dindir, deyir, oyan 40 dənə mömini dua elə. Heç özvə eləməsən də olar. Allah neçə bərabərini özvə verəcək. 40 möminin hər gün dua eləyən adam səhər də onun hacətinin həll olunması üçün çalışar. Problemlərinin həll olunması üçün çalışar. Eşitdinizsə bir adamın problemi var, gözləməyin gəlsin sizə desin. Əlinizdən gəlir kömək eləyin. Gəlmirsə gedin dua eləyin. Bir qəmin qüssəsini hansısa şəkildə dağıdın. Görürsən evdə oturub dərdlidir, zəng elə, imkanın yoxdur, dinən gəl gedə bir yerdə çay içək. Otur, biraz danış, fikrini dağıt, hansısa bir yolla xidmət göstər. Bu insanlığın əlamətidir və bunun xeyri ondan çox özünə qayıdır ki, Allah sənə 100 dənə bəla göndərəcəkdir. Birinin çətinliyini həll eləməklə o 100 bəlanın 50'sini məsələn səndən uzaqlaşdırır. İnsanlara xidmət böyük adamların xüsusiyyətidir. Kəbəni təvaf elirdi, gəldi qulağına nəsə dedi İmam Sadiqlə. İmam dedi, o sənə nə dedi? Bu da ona nəsə cavab verdi, o getdi. Bu dedi ki, məndən bir istəyi var, dedim gözdə təvafı qutarım, gəlim müşkülü həll edir. İmam dedi ki, saxla təvafı yaxlasın, saxla yarımçıq, get. Get, onu həll elə, onu həll eləməyin 70 təvafdan, filan şeydən üstündür. Bəyəm insan nə üçün yaranır? İnsanın varlığı başqalarına faydalı deyilsə, daş parçası ondan yaxşıdır. Və bunun bir daha deyirəm, xeyri nəticədə insanın özünə qayıdır. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.